Dördüncü bölüm. Axır zaman xarakterləri. Dünya müharibə içindədir. Lakin bu müharibənin bir adı yoxdur. Siz onu xəbərlərdə görməyəcəksiniz və ola bilsin onun döyüşləri hələ aşkarda deyil. Amma bəlkə də hiss etmisiniz ki, dünyada nə isə yolunda getmir. Baxdığınız hər yerdə dağıntı, əzab-əziyyət, tiranlıq və zülm var. Bu, axır zamanın dünyasıdır və Dəccalın sistemi olan Amerika Birləşmiş Ştatları hökumətinin idarə etdiyi şər qüvvələr tərəfindən yönləndirilir. Lakin onun hökmranlığı sona çatmaq üzrədir. Min illər bundan əvvəl axır zaman haqqında soruşulduqda, İmam Əli əleyhissalam Dəccalın ümmətini heyrətamiz dəqiqliklə təsvir etmişdi. İmam əleyhissalam buyurmuşdu: 50 ulduz olacaq, lakin səmada deyil. Ona Əmrik diyarı deyəcəklər. Onlar insanları öz dillərində danışmaları üçün bir araya toplayacaq və öz yollarına dəvət edəcəklər. Əmrik diyarı xaosa səbəb olacaq və öz nemətlərini yayacaq. Şeytanın dini onlardan ortaya çıxacaq. Onlar dünyanın dörd bir yanına hökm edəcəklər və onların buludlardan casusluq edən gözləri olacaq. Ateşi dənizin altında saxlayan, ateş açaraq cisimləri parça-parça edən və xeyri batıran çoxlu qurğular olacaq. Bəlalar müsəlman və qeyri-müsəlman torpaqlarında məzlumları qəzəbli halda təhdid edərək məhv etməyə istiqamətləndirəcək. Allah öz höccətinə Əmrik diyarı üzərində qələbə bəxş edəcək. O, itaətsizliklərinə və zalımlıqlarına görə onları lənətləyəcək. Allah Əmrik diyarını şiddətli bir əzabla məhv edəcək. Su torpağın göbəyindən qabararaq onun əyalətlərini və insanlarını udacaq. Yeni, onların çox işlətdiyi addır. İmam Məhdi əleyhissalam Əmrik diyarına buludların üzərindən inəcək. Axır zaman yer üzündə xeyirlə şər arasında ən böyük müharibənin səhnəsini qurur. Məsih Dəccal bu müharibənin əsas oyunçularındandır və onun zuhuru insanlığın vəd olunmuş qurtarıcısına yönləndirən son əlamətlərdən biridir.
Lakin o, dünya səhnəsində artıq ortaya çıxmış yeganə fiqur deyil. İmam Muhammed Baqir əleyhissalam buyurur, məsələlər iki cürdür, gözlənilən və qəti. Süfyaninin qiyamı qətidir. Süfyani kimdir? Keçən 1000 illik boyunca müsəlmanlar qorxu ilə bu tağutun zuhurunu gözləyiblər. Adından da göründüyü kimi Süfyani, Muhammed sallallahu aleyhi və alihi və səlləmin ən qatı düşmənlərindən biri olan Əbu Süfyanın nəslindəndir. Süfyani haqqında olan əksər hədislər onun mərhəmətsizliyindən və qəddarlığından danışır. Lakin bu hədislərdən bəziləri ziddiyyət daşıyır. O, Əbu Süfyanın nəslindən olacaq. Ərəb dünyasında güc sahibi olacaq, lakin bu hədisdə təsvir edilən şəxs qərbdən olan birinə bənzəyir. İmam Cəfər Sadiq əleyhissalam buyurur, Süfyanini görsəniz, ən qorxunc birini görmüsünüz deməkdir. O, qırmızı, sarışın və göydür. Kəmalüddin və Təmamun Ni'mə, 2-ci cild, bölüm 37. Həzrəti Muhammed əleyhissalam buyurur, Süfyani Rum diyarından çıxacaq, xristiyanlığı qəbul edəcək, boynundan xaç açacaq. Bişarətül İslam kitabı, səhifə 161. 1000 il bundan əvvəl bu kəhanət deyiləndə belə bir xarakteri təsəvvür etmək bəlkə də ağla sığmaz olardı. Halbuki bugün bu təsvirlərin işarə etdiyi şəxs yetərincə aşikardır. Bütün ərəb dünyasında bu təsvirlər heç kimə uymur. Bir nəfərdən başqa. İordaniya kralı 2. Abdullah. "30 yanvar 1962-ci ildə Amman şəhərində doğulmuş Abdullah kiçik yaşlarından qərbdə böyümüş və təhsilini orada almışdır. O, İngilis dilini ərəbcədən daha mükəmməl bilir. Faktiki olaraq onun anası İordaniyalı deyil, İngilis idi. I tripped, and the boy came round again, and by mistake told me my face. Nee, du warst der Tooth. Und who? No, that's my black eye. And the black eye? It always comes back with the black eye. It always comes home with black eye. Don't say that, Daddy. Shut up. It's time. Abdullah orta məktəbdən sonra öz təhsilini Birləşmiş Krallığın və Amerikanın nüfuzlu institutlarında almışdır. Yeniyetmə bir gənc olaraq o, Washingtonun Georgetown Universitetində beynəlxalq münasibətlər üzrə təhsil almışdır. Unutmayın ki, Süfyani Rum diyarından xristiyanlaşmış olaraq ortaya çıxacaq. Və Georgetown Amerikada katolik və yezuit dinlərinə bağlı olan ən qədim ali təhsil ocağıdır. Süfyaninin nişanələrindən biri onun hərbi şücaətidir. O, olduğu bölgədə qəddar hərbi yürüşlər keçirəcək və məlumdur ki, Kral Abdullahın geniş hərbi keçmişi və döyüş sənətinə bağlılığı var. Amerikanın Sandhurst şəhərində Royal Hərbi Akademiyasında hərbi məşqlər görmüş Abdullah, kraliyyət taxtına oturmazdan əvvəl 35 il xüsusi təyinatlar dəstəsində xidmət etmişdir. Son illərdə internetdə ona savaşçı kral adını qoyurlar və virus kimi yayılmış tam hərbi qiyafələri ona daha da çox heyranlıq qazandırıb. Süfyani də eyni ilə Məsih Dəccal kimi mahir saxtakardır. Qiyamının başlanğıcında Süfyaninin böyük bir ordusu və çoxlu dəstəkçisi olacaq. İnsanlar onun saxta çıxışları ilə onu dəstəkləyərək aldadılmış olacaqlar.
Kral Abdullahın və Yordaniyanın ictimai imici artıq bu məqsədlə pərdələnib. Bu xalq Orta Şərqdə mülayimləşdirən bir güc, qeyri-sabit bir bölgənin mərkəzində stabillik vahəsi kimi görünür. Kral Abdullah sülhdən danışır, lakin Süfyanı sülh yaratmaq marağında deyil. O, nəyin bahasına olursa olsun intiqam üçün qalxacaq. O deyəcək, Rəbbim, cəhənnəmə getmək bahasına olsa da intiqam alacaq. Süfyani, şərin axır zamanda zahir olan ən qəddar təmsilçilərindən biridir. Onun terrorçu hökmranlığı Orta Şərq boyunca ancaq zülməti yaymaqdadır. Lakin zülmətin ardından nur gəlir. Süfyaninin zuhuru digər bir xarakterin, Yəmaninin gəlişinin xəbər vericisidir. Deyilənlərə görə Süfyani və Yəmani demək olar ki, eyni zamanda ortaya çıxacaq. İmam Sadiq əleyhissalam buyurur, Yəmani və Süfyani iki yarış atı kimidirlər. Qeybət-i Nömani kitabı, bölüm 18, hədis 15. Yeni minilliyin gəlişindən azacıq əvvəl bu kəhanət necə deyilmişdisə, elə də gerçəkləşdi. 1999-cu ildə Kral Abdullah taxt tacı atasından aldı. Elə həmən ildə Yəmani zuhur etdi. 1999-cu ildə İmam Əhməd Əl-Həsən əleyhissalam ilk dəfə açıq danışaraq insanları gözlərindəki kiri təmizləməyə və xərçəng xəstəliyi kimi yayılmış bu dünyanın zülmətini görməyə səslədi. Süfyanidə olduğu kimi Yəmaninin də zuhuru Mehdi əleyhissalamın zuhuruna yönəldən qəti əlamətlərdəndir. Rəvayətlərə görə İmam Mehdi əleyhissalamın ilk ənsarı Bəsrədən olacaq. Bəsrə, İmam Əhməd Əl-Həsən əleyhissalamın anadan olduğu şəhərdir. Yəmani, həmçinin İmam Mehdi əleyhissalamın ilk tərəfdarı olaraq xarakterizə edilir. O, insanları İmam Mehdi əleyhissalamın adına bir araya toplayan kəsdir. Bu kəhanəti də sadəcə İmam Əhməd Əl-Həsən əleyhissalam gerçəkləşdirmişdir. İmam Muhammed Baqir əleyhissalam buyurur, bayraqlar içində Yəmaninin bayrağından daha hidayət edici bir bayraq yoxdur. O, hidayət bayrağıdır. Çünki o, sizi sahibinizə tərəf çağırır. Yəmani xuruc etdiyi zaman cəmaata və hər bir müsəlmana silah satmağı qadağan edəcək. Yəmani xuruc etdiyi zaman ona qoşul. Çünki onun bayrağı hidayət bayrağıdır. Heç bir müsəlmana ondan üz çevirmək halal deyildir. Kim belə edərsə, cəhənnəm əhlidir. Çünki o, haqqa və doğru yola çağırır. Qeybət-i Nömani, bab 14, səhifə 264. Axır zaman əlamətlərinin hamısı bir-biri ilə əlaqəlidir və hər gerçəkləşən əlamət zəncirvali şəkildə bir sonrakına qapı açır. Ortaya çıxan hər əlamət bir sonraki əlamətə işarə edir. Yəmaninin zuhuru da bu cürdür. Yəmani bir atributdur və sağ əl deməkdir. Və Yəmani önəmli bir obrazdır. Çünki o başqa birinə zəmin hazırlayır. Bir çox rəvayətlərdə deyildiyi kimi, Yəmani zuhur etməlidir ki, insanlara başqa bir nəfər üçün şəfəq vaxtından bəridir gözlənilən dünyanın qurtarıcısı İmam Mehdi əleyhissalam üçün bir araya toplasın. Əsrlərdir insanlara maraqlı olur ki, qurtarıcı nə vaxt zuhur edəcək, kim olacaq və onu necə tanıya biləcəklər. İnsanlar Allah'tan soruşdular və Allah cavab verdi. Əsrlər əvvəl Həzrəti Muhammed əleyhissalam belə buyurmuşdu.
Hicazı adı heyvan adı olan bir nəfər idarə edəcək. Uzaqdan baxdığınız zaman gözlərinin çəp olduğunu görərsiniz. Lakin yaxınlaşsanız gözlərində heç bir qüsur görməzsiniz. Ondan sonra hakimiyyətə qardaşı Abdullah gələcək. Vay olsun şiyələrə onun əlindən və bu sözü 3 dəfə təkrar etdi. Mənə onun ölüm müjdəsini verin, mən də sizə höccətin zühurunun müjdəsini verim. Seyyid Əli Aşur 250 əlamət kitabı. Hal-hazırki dövrümüzdə göründüyü kimi bu kəhanət artıq gerçəkləşmişdir. Hicaz, müasir adı ilə Səudiyyə Ərəbistanı Vəhhabi dini tərəfindən assimiliyasiya edilmişdir. Bugünkü gündə elə bir torpaq yoxdur ki, orada olan qədər şiə müsəlman öldürülsün. 1980-ci ildə adı heyvan adı olan bir nəfər Hicazda Həzrəti Muhammed əleyhissalamın hədisində təsvir edilmiş unikal özəlliyə malik bir şəxs, Kral Fəhd hakimiyyətə gəldi. Uzaqdan onun gözləri çəp görünür, lakin yaxından tamamilə normal görünür. Adətən kral öləndə onun böyük oğlu taxta varis olur. Lakin 2005-ci ildə Kral Fəhdin ölümündən sonra hakimiyyətə onun qardaşı Abdullah gəldi. Aydın oldu ki, bu iki nəfər əsrlər öncə Həzrəti Muhammed əleyhissalam tərəfindən təsvir edilmiş şəxslərdir. 23 yanvar 2015-ci ildə xəbərlərdə Səudiyyə kralı Abdullahın öldüyü elan edildi. Beləliklə də Muhammed əleyhissalamın kəhanətinin bir bölümü gerçəkləşdi. Həmən gecə YouTube-da dünyaya İmam Məhdi əleyhissalamın zühur etdiyi müjdəsini verən bir video ortaya çıxdı. 23 yanvar 2015-ci ildə İmam Əhməd əl-Həsən əleyhissalam öz ən yaxşı 12 əshabını İmam Məhdi əleyhissalam ilə görüşməyə apardı. Bu 12 nəfər dünyada olan yeganə insanlardır ki, Həzrəti Muhammed əleyhissalamın vədini tamamladılar. İmam Məhdi əleyhissalam ilə bağlı hədisləri araşdırsanız, bir-biri ardınca şərqdən gələn və saatın gəlməsinə işarət edən qara bayraqlara aid hədislər tapacaqsınız. Bu hədislərdə təsvir edilən qara bayraqlar vəd edilmiş hidayət bayrağıdır. İmam Əli əleyhissalam buyurur, biz Əhl-i Beytin bir bayrağı vardır ki, ondan önə keçən mürtəd olmuş, geriyə qalan isə həlak olmuşdur. Onu izləyən bizi izləmişdir. Onun üzərində Əl-Beyətü lillah, yəni beyət Allahadır yazılmışdır. Hədislər açıq-aydın göstərir ki, bu bayraq qara olacaq və hər kəsdən onu izləmək tələb olunur. Həzrəti Muhammed əleyhissalam buyurur, qara bayraqlar şərqdən gələcək, onların qəlbləri dəmir kimidir. Onlar haqqında eşitsəniz, gedin və onlara beyət edin, hətta buz üzərində sürünməklə belə olsa. Biharul Ənvar kitabı, cild 51, səhifə 84. Bunlar digər hədisdə də keçən diqqət çəkici sözlərdir. Lakin bu hədis başqa birindən danışır. O nə Mehdidir, nə də Yamani. O, axır zamanın digər bir xarakteri olan Misirin sahibidir. İmam Əli əleyhissalam buyurur,
Misirin sahibi əlamətlər əlamətidir və onun əlaməti heyrətamizdir. Onun qəlbi Həsən, başı Muhamməddir və babasının adını dəyişdilər. O, çıxıb getsə, bilin ki, Mehdi qapılarınızı döyəcək. O, qapılarınızı döymədən öncə buludların üstündə, hətta buz üstündə sürünmək bahasına olsa belə ona tərəf gedin. Seyyid Əli Aşur, İmam Əli əleyhissalamın axır zaman haqqındakı kəlamları kitabı, səhifə 328. Misir sahibi qəribə bir xarakterdir. Çünki o görünər, lakin tanınmaz. İmam Əli əleyhissalam buyurur, o insanlara məlum olar, lakin gizlilikdə olar. Onların arasında olduğu halda heç kim onu tanımaz. Yəni o, insanların içində yaşayar, lakin bəyan edənə qədər heç kim onu tanımaz. Bir çox hədislərdə vurğulanır ki, Misir xalqı axır zamanda mühüm rola sahib olacaq. Ölkə bəlalarla və ağır çətinliklərlə üzləşəcək. Nəhayət, bir nəfər onları qurtaracaq. Misir sahibi uzun səssizlikdən sonra ortaya çıxacaq. Saçları düz, gözləri itidir. O, hikmət libası geyinəcək. Kasıblarınıza dəstək olacaq və sizə vəd edilmiş şeyi yerinə yetirəcək. Həqiqətən də Misirdə bir minbər quracaq və Misirin xəzinələrinin və piramidalarının gizli yerlərini sadəcə o bilir. Övliya kimi səbirlidir. Qara bayrağı o qaldıracaq. İmam Əli əleyhissalamın axır zaman haqqında kəlamları kitabında. Misirdən dünyaya səslənmiş sadəcə bir şəxs var və sadəcə bir nəfər bu qədim torpaqdan İmam Məhdi əleyhissalamın qara bayrağını qaldırdı. Abdullah Haşim əleyhissalam. Onun adı başqa bir kəhanəti də tamamlayır. Biharul Ənvarda bir rəvayətdə buyurulur, Misirin möminlərinin əmiri Abdullah adında bir nəfər olacaq. O, müsibətlərin açarı və fəlakətlərin qılıncı olacaq. Biharul Ənvar kitabı, Zühur əlamətləri fəsli, cild 51, səhifə 53. Bu hədisdə keçən Abdullah, Misir sahibi Abdullah Haşimdən başqası deyildir. Rəvayətlərdə də deyildiyi kimi, insanlar onun həqiqi kimliyini bilmədən illər boyunca onu izlədilər. O, aşikarda idi, amma tanınmırdı. O, insanlara Yamaninin zuhur xəbərini verərək, onları dünyanın hər yerindən Misir minbərinə çağırırdı. Və o, 12 nəfərin müjdəsini eşidər-eşitməz qara bayraqları qaldırdı və İmam Məhdi əleyhissalamın zuhur etdiyini bəyan etdi. Məlumdur ki, İmam Məhdi əleyhissalamın keçmişlə bağlantısı var. Şiə və Sünni bütün müsəlmanlar qəbul edirlər ki, İmam Məhdi əleyhissalam Rəsulullah əleyhissalamın soyundan gələcək. İnsanlığın qurtarıcısının Həzrəti Muhammed əleyhissalamın soyundan gələcəyi inancı çoxlu sayda hədislərlə söykənən məsələdir. Bu hədis düşündüyünüzdən də dərin mənaya sahibdir. İmam Məhdi əleyhissalamın həm bioloji, həm də ruh aləmindən Rəsulullah əleyhissalam ilə bağlantısı var. Onun fiziki bədəni birbaşa Rəsulullah əleyhissalamın soyuna bağlanır. Lakin onun bağlantısı bu fiziki aləmi aşıb keçir. Çünki Muhammed Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin ruhu dəfələrlə reinkarnasiya etmişdir. Və o, hal-hazırda diridir. O, İmam Məhdi əleyhissalamdır.
Bizim reallığımız bir-birinə qarışmış iki aləmin məhsuludur. Görünən və görünməz, fiziki və ruhani, bədən və ruh. Fiziki aləmdə hər kəsin bir atası olduğu kimi, hər ruhun da bir atası var. Biz bu aləmi bir çox bədənlərdə ziyarət edirik və hər dəfə fiziki aləmiz fərqli olur. Lakin ruhun soy ağacı heç vaxt dəyişmir. Ruhun özünü klonlama bacarığı var və ruh öz klonunun atası olur. Həzrəti Muhammed Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin və İmam Muhammed Məhdi əleyhissalamın ruhu tək və eyni ruhdur və bu ruhun da oğlu var. Əsrlər boyunca bir hədis müsəlmanları çaşqınlıqda qoyur. Hədisdə deyilir ki, İmam Hüseyn əleyhissalam özündən sonra övladı olmayan imamla gələcək. İnsanlara həmişə maraqlı gəlib ki, İmam Hüseyn əleyhissalam, İmam Əli əleyhissalamın oğlu olduğu halda bu necə ola bilər? Bu hədisin doğru olmasına baxmayaraq, İmam Əhməd əl-Həsən əleyhissalam onun həqiqi mənasını açıqlayana qədər heç kim onun sirrini aça bilməmişdi. Özündən sonra övladı olmayan İmam Muhammed İbni Həsən əl-Əskəri əleyhissalamdır ki, fiziki olaraq soyundan heç bir övladı yoxdur. Onun soyu bədəndən deyil, ruhdan gəlir və bu açıqlama Mehdi əleyhissalamın elmlərindən biridir. İmam Sadiq əleyhissalam buyurur, həqiqətən də Allah kölgələrdə ruhlar arasında seçim etdi və sonra onları bədənlərə yerləşdirdi. Bizim qaimimiz xuruc edərsə, Allahın kölgələrdə onun üçün seçdiyi qardaşını ona varis edəcək. Fiziki doğuşdan olan qardaşını isə yox. Onu bundan tanı. Kim bu cür tanısa, onda onun üçün əlavə dəlilə ehtiyac qalmaz. Fiziki övladı olmayan İmam Məhdi əleyhissalam, İmam Hüseyn əleyhissalamın ruh atasıdır. İmam Hüseyn əleyhissalam bu dövrdə öz ruh atası ilə birlikdə reinkarnasiya etmişdir və o, İmam Əhməd əl-Həsən əleyhissalamdır. Uzun zaman əvvəl İmam Sadiq əleyhissalam, İmam Hüseyn əleyhissalamın rəcət dövründə qayıdacağını xəbər vermişdi. Rəvayətlərdə buyurulur ki, İmam Məhdi əleyhissalamı dəfn edən o, yəni İmam Hüseyn əleyhissalam olacaq. Beləliklə, Hüseyn İbni Əli əleyhissalam onu qüsül və hənut edəcək və qəbrə qoyacaq. Və bir vəsinin xəlifəsi vəsidən başqası olmaz. Biharul Ənvar kitabı, cild 51, səhifə 56. İmam Hüseyn əleyhissalam Mehdinin xəlifəsi olacaq. Çünki o, Mehdinin sağ əli, yamanidir. Bilməcənin dağılmış parçaları kimi bu fiqurların reinkarnasiyasına aid ipucları və əlamətləri ta başından bəri təqdim edilir. Və bilməcənin hər parçası yerinə düşdükcə bizim həqiqətimizin şəkli daha çox aydınlanmağa başlayır. Bu fiziki aləmdə bizim kim olduğumuz və kim olacağımız arasında bir əlaqə var. Bəlkə də sən əvvəllər yaşadığın ölkədə yenidən doğulmusan və ya həyatında baş verən hadisələr eyni trayektoriya üzrə baş verir. Ola bilsin, sən əvvəlki həyatında göründüyün kimi görünürsən. Keçmişimizlə bağlı ipucları həmişə indiki vaxtımıza bir yol tapacaq. Bəzən bu bağlantı bizim adımızdır. İmam Hüseyn əleyhissalam adətən Əba Abdullah künyəsi ilə çağrılır. Bu künyə onun Kərbəlada qətl edilmiş oğluna işarədir. Hüseynin çox oğlu olub, hər birinin fərqli adları olub.
Buna baxmayaraq, Abdullah onun künyəsi olaraq Allah tərəfindən seçilmişdi. Sizə təəccüblü gələ bilər ki, körpə Abdullahın özəlliyi nə idi? Cavab, ruh aləmi ilə bağlıdır. Necə ki, İmam Hüseyn əleyhissalam, İmam Məhdi əleyhissalamın ruh oğludur, eyni şəkildə körpə Abdullah da ruh aləmindən birbaşa İmam Hüseyn əleyhissalamın oğludur. Və o, bu dövrdə yenidən reinkarnasiya etmişdir və onun adı yenə də Abdullahdır. O, Misir sahibi Abdullah Haşim Əba Sadiq əleyhissalamdır. Əsrlər boyunca insanlar bu şəxslərin ruhlarının artıq dəfələrlə bu dünyanı ziyarət etdiyindən xəbərsiz olduqları halda onların zuhurunu gözləyiblər. Onların hekayələri insanlıq tarixini təcəssüm etdirmişdir. Axır zamanın baş xarakterləri nur və zülmətin bədənləşməsi kimidir və onlar bu kosmik müharibənin ön cəbhələrində savaşmaq üçün yenidən qayıdıblar. Meydan hazırdır. Artıq döyüş başlamalıdır.